Hər vaxtınız xeyir. Qərbi Azərbaycan xronikasının növbəti buraxılışı efirdədir. Müsahibimiz Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Sonam Məhərrəmovadır. Xoş gördük. Xoş gördük. Siz Basarkeçər rayonunun Böyük Məzrə kəndini tərk eləyəndə 12 yaşınız olub. Bu 12 ilə nələri sığdıra bilmisiniz? Doğma kəndlə, el-oba ilə bağlı hansı xatirələriniz var? Çox sağ olun. Doğrudan da mən kənddən çıxanda 12 yaşım var idi və bu 12 il ərzində çox böyük, dolu-dolu bir uşaqlıq yaşadıq. Böyük xatirələrlə oranı tərk elədik. Azərbaycanın qədim torpaqlarından biri olan Böyük Məzrə kəndi doğrudan da onun o ictimai, iqtisadi mühiti bizim yaxşı bir uşaqlıq keçirməyimizə imkan yaratmışdı. Orada keçirdiyimiz uşaqlıq illərindən onu deyə bilərəm ki, kəndimizin yayda qonaqlı qaralı illəri, Azərbaycanda yaşayan qohum-əqrabanın kəndə qonaq gəlməyi, məktəbə getməyimiz, yuxudan qalxanda bağımızın lap ayağından Böyük Məzrə çayı axırdı. Onun o duru suları və bir uşaqlıq saflığı ilə orada axan, üzən balıqların içərisində sanki biz bu balıqları tuta bilərik deyib özümüzü o suya atmağımız. Bundan başqa kəndimizdə Novruz bayramı xüsusi qeyd olunurdu. Bayramlar ümumiyyətcə kənddə çox böyük təmtəraqla qeyd olunurdu. Bütün məlumdur ki, o çərşənbələr xüsusi qeyd olunurdu və ayrıca da il axır çərşənbəsi bizim kəndimizdə də digər Qərbi Azərbaycan kəndləri kimi xüsusi qeyd olunurdu. Bu axır çərşənbədə biz tonqal yandırır, sulaşma deyilən bir ənənə var idi. Sulaşma olurdu. Su çərşənbəsində adətən olurdu, bəli, su çərşənbəsi, axır çərşənbə su çərşənbəsində biz sulaşma eləyirdik və gecə səhərə qədər kənd demək olar ki, bir bayram əhval-ruhiyyəsində olurdu. Zurna çalınırdı, aşıqlar oxuyurdu, ondan sonra keçəl, kosa. Yəni bu adətlərin hamısı ən yüksək səviyyədə orada yaşanılırdı. Biz də o vaxtı uşaq idik. Yadımdadır ki, elə səhərə qədər biz də hərə öz heybəsini əlinə alıb qonşulara, bizdə o vaxtda baca-baca deyirdilər. İndi burada papaq adlı o indiki müasir qarşılığı belədir. Baca-bacaya gedərdik, konfetlər yığardıq, paylar alardıq. Bu bizi uşaq kimi çox sevindirirdi və bu çox tez-tez yuxuma gəlir. Necə deyərlər, xatırlayıram bax bu günü, bu hadisələri. Bundan başqa məktəbə getməyimiz yadımdaydı. Bizim kənddə 2 məktəb var idi. İbtidai sinifə qədər bir məktəbdə oxuyurduq. Ondan sonra isə Bilan deyilən bir yer var idi. Orada bir beynəlxalq məktəb var idi. Həm ermənilər, həm azərbaycanlılar qarışıq orada oxuyurdular. O məktəbə necə getməyimiz tez-tez xatırlayıram. Bundan başqa xatırladığım o kəndimizdən yay aylarında Sonabulağı yaylası, Böyük dağ deyilən yerə atamın bacısı ilə bir yerdə bizi göndərirdilər dağa. Orada kəklik otu yığmağımız yadımdadır. Yemlik yığmağımız, ondan sonra əvəlik yığmağımız. Bax bu hamısı uşaqlıq illərimin ən xoş xatirələridir ki, bu gün də onları unutmuruq və bizlə davam eləyir. Böyük Məzrəni Göyçənin digər yaşayış məntəqələrindən fərqləndirən hansı xüsusiyyətlər var idi? Böyük Məzrə kəndi Göyçə mahalının, Basarkeçər rayonunun demək rayon mərkəzinə 4 kilometr ərazidə
yerləşirdi. Çox böyük kəndimiz var idi, qarışıq kənd idi. Ermənilər və azərbaycanlılar bir yerdə yaşayırdı. Kəndimiz həm iqtisadi cəhətdən, həm də ictimai cəhətdən digər kəndlərdən fərqlənirdi. Nə cür? Biz ermənilərlə qarışıq yaşadığımız üçün kənd çox təmin olunmuş kənd idi və düzənlikdə yerləşirdi. Necə təmin olunmuş? Yəni qazlaşdırılmışdı. Digər təmiz azərbaycanlıların yaşadığı kəndlərə nisbətən məsələn bizim kəndimiz qazlaşdırılmışdı. Bu da bəlkə də ermənilərin bir ayrı seçkilik necə deyirlər, siyasəti idi. Çünki digər Azərbaycan kəndlərində bizim kənddəki olan şərait təmin olunmurdu. Çünki orada ermənilər yaşamırdı ona görə. Və düzən ərazidə yerləşirdi. Əhali əsasən əkinçiliklə məşğul olurdu, maldarlıqla məşğul olurdu. Yayda qışlağa bayaqlarım qeyd elədiyim kimi o sarı yer deyilən bizim yaylaq var idi. Bir də böyük dağ deyilən yaylaq yerlərimiz var idi. Sona bulağının olduğu o yaylaq yerləri və kənddə yayda yaylağa kolxozun fermaları ilə birlikdə müəyyən hissə yaylağa gedirdi. Qışımız çox sərt olurdu. Demək olar ki, dizə qədər qar olurdu və bu əhali yayda tədarük elədiklərini artıq necə deyirlər, qışda istehlak eləyirdi. Ümumiyyətcə kəndimiz ictimai, mədəni və maarif cəhətdən çox inkişaf eləmiş kənd idi. Bayaqlarımda qeyd elədim, kənddə 2 məktəb var idi. İlk məktəb kəndimizdə 1930-32-ci ildə ilk 5 illik məktəb, sonra 37-ci ilə qədər fəaliyyət göstərən 5 illik məktəb 39-cu ilə qədər 7 illiyə çevrilmişdi və 39-cu ildən sonra isə 10-cu sinifə qədər olan məktəb fəaliyyət göstərirdi. Onu deyim ki, kəndimizdə məktəb çox yüksək keyfiyyətli tədrislə məşğul olurdu və hətta mən deyim ki, digər qıraq kəndlərdən də bizim kəndimizə təhsil almağa gəlirdilər. Bəs Böyük Məzrə adının mənası nədir? Kəndin yaranma tarixi ilə bağlı hansı faktlar bizə məlumdur? Böyük Məzrə ümumiyyətcə Böyük Məzrə toponimi Türk-İslam mədəniyyət arealında formalaşmış bir toponimdir. Bu toponim tarixi əlbəttə ki, bizim əsrin, orta əsrlərin ilk çağlarına təsadüf eləyir. Bizə məlumdur ki, Göyçə mahalı ərazisi, həmçinin bizim Basarkeçər rayonu və Böyük Məzrə kəndi əraziləri qədim Oğuz türklərinin, Dədə Qorqud boylarının fəaliyyət göstərdiyi areallara daxildir. Bu mənada kəndin adının formalaşması əlbəttə ki, İslama qədərki və İslamdan sonrakı tarixi dövrləri əhatə eləyir. Məzrə sözü, məzrə və yaxud da ki, məzra sözü ümumiyyətcə əkin sahəsi, səpilən əkin yerləri bu mənanı verir. Fars dilində isə onun mənası bolluq, bərəkətlik kimi qeyd olunur. Böyük sözü isə yəni bu ərazilərin genişliyi mənasını əhatə eləyir. Ümumiyyətcə bildiyimiz kimi bu ərazilərdə, yəni Böyük Məzrə ərazisində, həmçinin Basarkeçə və Göyçə ərazisi
və Qərbi Azərbaycan ərazisi qədim türk tayfalarının axınlarının Asiyaya keçdiyi ərazilərdən biridir, o yollardan biridir və bu mənada Böyük Məzrə toponimi elə bayaqlarım qeyd elədiyim kimi türk İslam mədəniyyəti fonunda formalaşmış toponimdir. Sadəcə olaraq tarixi mənbələrdə 14-cü, 15-ci əsrlərdə və 1650-ci ilə qədər, yəni 17-ci əsrin birinci yarısına qədər Böyük Məzrə kəndinin adı tarixi sənədlərdə, xüsusilə Səfəvi dövləti dövrünün sənədlərində Qulu Ağalı kimi bizə məlumdur. Bu da Qulu Ağanın kəndi kimi müəyyən dövr, necə deyərlər, sənədlərə daxil olubdur. Amma sonrakı dövrlərdə yenə də 1956-cı ilə qədər kəndin adı Böyük Məzrə kimi davam eləyibdir. Böyük Məzrə kimi bizə məlumdur. 1956-cı ildə Məzrə kəndinin adı dəyişibdir. Erməni dilində elə eyni qarşılığı verilən Mecmazra kimi yazılıbdır, amma xalq yenə də onu elə Böyük Məzrə kimi adlandırırdı. 91-ci ildən sonra biz gələndən sonra yenə də Mecmasrik kimi orada adı dəyişdirilibdir və onu deyim ki, Böyük Məzrə adı Qərbi Azərbaycanın bu kəndində yaşayan sakinlər üçün vətənin başladığı yerdir. Böyük Məzrə ərazisində 881-ci ilə aid Alban xaç daşının tapılması da bu kəndin qədim tarixinə işarədir. Maraqlıdır, bu yaşayış məntəqəsində daha hansı tarixi, maddi mədəniyyət abidələri mövcuddur? Siz çox düz buyurdunuz. Kəndin ərazisində 881-ci ilə aid böyük xaç daşı Alban mədəniyyətinin nümunəsi tapılmışdı. Mənim çox yaxşı xatirəmdədir ki, o xaç daşı kənddə uşaqların əslində bir oyun yerinə də çevrilmişdi. Orada təkcə xaç daşı deyildi, həm də yanında çoxlu sayda sənduqə tipli qəbirlər də var idi. Biz indi təbii ki, o vaxtda onu bilmirdik ki, bu necə deyərlər, uşaq ağlı ilə orada oynayırdıq və yaxud da ki, qəbir yeri kimi onu bilmirdik. Niyə? Ona görə ki, o xaç daşına əhalinin böyük əksəriyyəti belə bir müqəddəs bir yer kimi də baxırdı. Sanki mənim yadıma gəlir ki, əhali hansısa arzuları, istəkləri tutub yerinə yetən və yaxud da ki, arzu eləyən gəlib orada şam yandırırdı. Niyyət edirdilər. Niyyət edirdilər, bəli, niyyət edirdilər. Yəni bu indi xaç daşı olmağından asılı olmayaraq orada bir müqəddəslik, ümumiyyətlə ərazini bir müqəddəs məkan kimi qəbul edirdilər və baxmayaraq ki, orada Azərbaycan türklərinin hamısı İslam dininə mənsub idi və İslam mədəniyyətinin daşıyıcıları idi. Amma mən belə fikirləşirəm ki, çox böyük ehtimal bizim orada yaşamış ulu əcdadlarımızın bir mirası kimi hər halda bu nəsillərdən nəsillərə ötürülmüş bir adət kimi idimi, yoxsa oranı bir özləri üçün niyyət ocağı kimi bilirdilər. O yanında olan daşlarda xüsusi ornamentlər var idi və daş oyma texnikasını orada çox açıq görmək olurdu. Müxtəlif naxışlar var idi. Bundan başqa kəndimizdə 12-ci əsrə aid olan Oğuz Türk qəbirstanlığı var idi və orada da yenə qoç başlı daşlardan yenə məzarlıqlar mövcud idi. At heykəllərindən və onların da üzərində çox yaxşı daş oyma texnikası
hiss olunurdu. Azərbaycan türkləri çox yaxşı tarix yarada biliblər. Yaradırlar da. Amma təəssüf olsun ki, biz tarixi yaratmışıq, amma onu yazmamışıq. Bax, bu mənada o ərazilərdə olan həmin o tarixi, mədəni irs və abidələrin tarixi zamanında yazılmayıbdır. İndi bu hal-hazırda düzdür, Qərbi Azərbaycan icması və ümumiyyətlə tarixçilərimiz, alimlərimiz bu istiqamətdə iş aparırlar, amma elə lap qədim dövrlərdən üzü bu tərəfə biz o tarixi yaza-yaza gəlməmişik. Bax, bu biraz təəssüf doğurur və bu xaç daşı da Qafqaz Alban tarixinin bir nümunəsi olmaqla burada qədim dövrlərdən həmin ərazinin məskunlaşmasını göstərir. Ötən əsrdə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiyalar Böyük Məzrə kəndində hansı faciələrə yol açıb? Tarixçi alim kimi bu barədə də bir araşdırma aparmısınızmı? Əlbəttə ki, hər bir Azərbaycan tarixçisi çalışır ki, hansısa formada tariximizin qaranlıq sahələrini, problemlərini araşdırsın. Elə cənab prezident həmişə çıxışında qeyd eləyir ki, Qərbi Azərbaycan torpaqlarının yenidən toponimlərinin araşdırılması tariximizin ən vacib, ən aktual məsələlərindən biridir. Biz bu sahədə də tarixçi kimi müəyyən problemlər ətrafında araşdırmalar aparırıq. Təbii ki, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının səbəbləri, gedişi, onun nəticələri ilə bağlı elmi platformalarda, beynəlxalq konfranslarda, yerli konfranslarda indi çıxışlar eləyirik. Həmçinin müəyyən məqalələr işıq üzü görübdür. Elə magistraturada oxuyanda Qərbi Azərbaycandan azərbaycanlıların sonuncu deportasiyasından bağlı magistr dissertasiya işi mən işlədim və indi hal-hazırda da bir monoqrafiya üzərində işləyirəm. Ümumiyyətcə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası əslində 5 mərhələdə olubdur. Azərbaycan xanlıqları Rusiya işğalına məruz qalandan sonra bildiyimiz kimi elə xalqımızın ən müqəddəs bayramlarından biri olan Novruz bayramı günü, yəni martın 21-də bilirik ki, erməni vilayəti yarandı İrəvan xanlığının əsasında və ondan sonra təbii ki, Azərbaycan xalqının, Qərbi Azərbaycan regionunun da yaşayanların deportasiyası başladı. İlk deportasiya 1828-32-ci illərdə baş verdi və bu dövrdə Böyük Məzrə kəndi ərazisində təxminən 293 nəfər yaşayıbdı. Qərbi Azərbaycanın Böyük Məzrə kəndində əhalinin deportasiyası isə 1918-ci ildəki hadisələrdən sonra daha belə acınacaqlı oldu. İkinci deportasiya bilirik ki, 1905-6-cı illərdə baş verdi. O deportasiyada Böyük Məzrə kəndi öz yerindən heç bir əhali çıxmadı və orada yaşayışlarını davam elətdirdilər. 1917-21-ci il 3-cü deportasiya dövrü. Bu dövrdə Böyük Məzrədən bəli əhali öz torpaqlarını məcburi tərk eləmək məcburiyyətində qaldı və orada qalan evlərində geri dönəndə baxdılar ki, artıq ermənilər məskunlaşıblar, bəli. Bunlar da daha çox Türkiyə ərazisindən gələn necə deyirlər, ermənilər idi. Onların evlərində yerləşmişdi. Təbii ki, bu dövrdə cəmi 100 ev qalmışdı, amma sonrakı dövrlərdə o geri dönüşlə əhali orada artmağa başladı və bizim 48-53-cü ildə də 4-cü deportasiyada da kəndimizdən
deportasiya olunan ailələr oldu. Xüsusilə bizdə müxtəlif tayfalar var idi. Onlardan biri Mahmudlular tayfası idi və mənim xalam da o tayfaya gəlin getmişdi. Onların tayfaları indiki Tərtər rayonu, o vaxt Mirbəşir rayonu adlanırdı. Həmin rayona yerləşdirildilər, deportasiya edildilər və indi də Seydimli kəndində onlar orada yaşayırlar. Sonuncu deportasiya isə 88-ci il deportasiyasında. Bu deportasiya təbii ki, çox necə deyirlər, ağrılı oldu. Bütün deportasiyalar kimi sonuncu nəfərə qədər kənddən bütün hamı çıxdı. Bu əlbəttə ki, ermənilərin Qərbi Azərbaycandan azərbaycanlıların sistemli etnik təmizləmə mərhələsinin artıq kulminasiyası oldu və kənd tamamilə cəmi bir həftəyə. Deməli, noyabr ayının 28-dən başladılar, dekabrın 6-sı 7-sinə qədər prosesi demək olar ki, yekunlaşdırmağa çalışdılar cəmi bir həftəyə. Demək olar ki, kəndi ermənilər boşaltdı. Bu dövrdə çox böyük, necə deyirlər, faciələr oldu. Kəndimizdə insanlar döyüldülər. Məsələn, Quliyev Əvəz güllələnmişdi, sonradan Azərbaycanda gəlib vəfat elədi. Ondan sonra Orucov Əvəz yenə döyülmüşdü. Bundan sonra İskəndərov, deməli Tahir, o öz döyülüb pulları tamamilə əlindən alınmışdı. Ondan sonra İskəndərov yenə İbrahim adında kəndçimiz elə orada Rus əsgərlərinin gözü önündə döyülmüşdü. Bundan sonra Babayev Vaqif adında bir şəxs elə bizim kəndə yaxın istiqamətdə Üçtəpə deyilən bir yer var idi. O Üçtəpə ərazisində döyülüb yarımcan halda onu elə torpağa basırmışdılar ermənilər. Elə bilmişdilər ki, bu ölübdür. Amma o sonradan özünə gəlib torpağın altından bir təhər çıxıb canını qutara bilmişdi. Sona xanım, siz Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının da üzvüsünüz. Bir alim, ziyalı kimi Qərbi Azərbaycan İcmasının işinə necə töhfə verirsiniz? Bizim işimiz beynəlxalq platformalarda, yerli konfranslarda qələmlə elmi şəkildə o tarixi torpaqlara Azərbaycan türklərinin varislik və yaxud da ki, miraslıq hüququnun sənədlər, arxivlər, tarixi materiallar əsasında haqqını müdafiə etməkdir. Çünki əgər əskər səngərdə döyüşürsə, ziyalı da öz, necə deyirlər, qələmi ilə və yaxud da ki, fəaliyyət göstərdiyi sahədə bu istiqamətdə iş aparmalıdır. Onu deyim ki, vaxtilə biz necə ki, hər birimiz Qarabağlı idik. Bu günləri mənə elə gəlir ki, şimaldan cənuba, şərqdən qərbə bütün hər bir Azərbaycan vətəndaşı Qərbi Azərbaycanlı olmalıdır. Qərbi Azərbaycanlı özünü hesab eləməlidir. Çünki bu işdə, necə deyirlər, siyasi iradənin yanında, onun arxasında həm də, necə deyirlər, bütün xalq dayanmalıdır və elə bilirəm ki, bir ziyalı kimi bu istiqamətdə xeyli iş görülür və mən həm də təhsil sahəsində işləyirəm. Ən böyük işimiz o yerləri görməmiş, o ərazilərdə doğulmamış gəncləri bu istiqamətdə maarifləndirməkdir, yetişdirməkdir. Və bu günlərim doğrudan da yaxşı gənclərimiz var və onlar da bu ideyalar arxasında getməyə
hazırdılar. Studiyamıza gəldiyinizə görə təşəkkür edirik. Çox sağ olun, minnətdaram sizə. Xatırladım ki, bugünkü müsahibimiz Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Sona Məhərrəmova idi. Yolumuz Qərb Azərbaycanadır.